Kürdəmir rayonunda quruculuq, abadlıq işləri çərçivəsində bir sıra yeni işlər həyata keçirilir. İndi Kürdəmirdən hazırlanan sujeti sizə təqdim edirik. Faşizm üzərində qələbənin 70 ili ilə əlaqədar Kürdəmir rayonundakı Qələbə parkı yenilənir. Artıq parkdakı abidə kompleksi yenidən bərpa olunub. Fontan kompleksində də işlər yekunlaşıb. Yerə müxtəlif daşlar döşənib. Bu gördüyünüz parkda 600 vagon metrdən yuxarı yeni bardurlar düzülmüş və hal-hazırda yaşıllıq işləri yekunlaşmaq üzrədir. Bundan başqa rayonda Səməd Vurğun, Ali Mustafayev, Soltan Şıxəliyev adına olan ümumilikdə isə 6 küçədə asfaltlanma işləri aparılır. Uzun müddət idi, bir 30-40 il bundan əvvəl yol çəkilmişdi, yol tam dağınıq vəziyyətdə idi. Rayonun işıqlandırma sistemi də yenilənib, müasir işıq dirəkləri quraşdırılıb. Rayonda yeni binaların tikintisi istiqamətində də işlər həyata keçirilir. Şahin Qurbanzadə, Aqil Əsədov, Kürdəmir.